Əmək və sosial rifah sahəsində gözləntilər artmaqdadır. Cari ildə həyata keçirilən sosial paketlər əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlib. News 24 Bakı WS istinadən xəbər verir ki, bu fonda 2024-cü ilin sonunda prezidentin imzaladığı mühüm sərəncamın nəticələri ictimaiyyət tərəfindən böyük maraqla izlənilir. Milli Məclisin deputatı Vüqar Bayramov bu istiqamətdə son vəziyyətə aydınlıq gətirərək sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı gözlənilən qərarların detallarını Bakı WS-ə bölüşüb. Cənab Prezident tərəfindən imzalanmış 23 dekabr 2024-cü il tarixli sərəncamda Nazirlər Kabinetinə 3 ay müddətində sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılmışdı. Həmin müddət artıq may ayının ikinci yarısı başa çatıb. Sosial paketin növbəti elementi sosial müavinətlərin və təqaüdlərin artırılmasını nəzərdə tutulmasıdır və bütövlükdə sosial paket 3 milyon vətəndaşımızı əhatə edəcək. Bu istiqamətə əlavə olaraq 1,6 milyard manat vəsait ayrılacaq. Sosial paketin hər bir elementinin ayrı-ayrı fiskal qiymətləndirilməsi həyata keçirilir və daha sonra bu istiqamətdə qərarlar verilir. Amma nəzərə alsaq ki, 23 dekabr tarixli sərəncamda məhz sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulub. Bu baxımından gözləntimiz ondan ibarətdir ki, maliyyə qiymətləndirilməsi başa çatdıqdan sonra məhz sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı qərarların verilməsi mümkün olacaq.